Ringin kırmızı küncüne davet olunur. Baku Döyüş Klubu'nun temsilcisi Rufat Hacıyev. Ringin köykünçüne davet olunur onun rakibi. Qarapapaq Döyüş Klubu'nun temsilcisi Elvin İmamqulu. Təqdim edək. Ringin kırmızı küncünde olan boksçu, yaşı 28, boyu 180 santimetr, çeki derecesi 89 kilogram 500. Hesabında ümumilikte 5 peşekar dövüş, 3'ü knockoutla. Hanımlar ve canımlar, karşınızda Bakı Döyüş Klubu'nun temsilcisi Rüfet Hacıyev. Ringin göyküncünde onun rakibi. Yaşı 30, boyu 193 santimetr. Çeki derecesi 88 kilogram 300. Hanımlar ve canımlar, karşınızda Qarapapaq Döyüş Klubu'nun temsilcisi Elvin İmamqulu. Döyüşleri yakından idare edir referi Qabil Əbiyev. Beləliklə, ilk döyüşün iştirakçıları artıq ringə dəvət olunublar. Rüfət Hacıyev və Elvin İmamqulu. Onlar peşəkar boks yarışlarının iştirakçılarıdır. Qeyd olunduğu kimi bu turnirdə idmançılar həm peşəkar boks, həm muay thai, həm kung fu, eləcə də K1 versiyası üzrə döyüşlərdə qüvvələrini sınayacaqlar. Hörmətli tamaşaçılar, reportajımızda bir qədər əvvəl açılış mərasimində çıxış edən Xocalı Global Promotion Təşkilatının prezidenti, Azərbaycan Kickboks, habelə Kung Fu Federasiyasının birinci vitse-prezidenti, Beşqat dünya çempionu, əməkdar idman ustası, əməkdar məşqçi Ehram Məcidov da iştirak edir. Beləliklə, ilk döyüş başlanıb və biz reportaj boyu yarış iştirakçıları haqqında, eləcə də ümumiyyətlə turnirin xüsusiyyətləri barədə Ehram müəllimin qeydlərini də dinləyəcəyik. Hələlik döyüşün əvvəlində idmançılar bir qədər ehtiyatlı mübarizə üslubuna üstünlük verirlər. Görünür, bu da müəyyən dərəcədə kəşfiyyat xarakteri daşıyır. İdmançılar hələ ki bir-birlərinin qüvvələrinə, zərbələrinə bələd olmağı qərarı alıblar və qeyd edim ki, ümumiyyətlə yarışlar 3 raundda, 4 raundda davam edir. Peşəkar boks yarışlarında 5 raundda davam edir. Və mübarizənin əvvəlində indi biz artıq idmançıların daha fəal, daha qəti hərəkətlərini görürük. Nisbətən indi hücumlar tədricən diqqəti cəlb eləməyə başlayır. Və qeyd edim ki, bu yarışların keçirilməsi sözsüz ki, əlbəyaxa döyüş idman növləri üzrə azarkeşlərin, eləcə də idmançıların özlərinin də ürəyindən olub. Artıq il yarımdır ki, pandemiyaya görə bütün idman yarışları demək olar ki, təxirə salınıb, ləğv olunub. Amma tədricən bütün dünyanın, o cümlədən də Azərbaycanın idman həyatı canlanmağa başlayır və indi yeni yarışlar, yeni turnirlər təşkil olunur. Və maraqlıdır.
Nəticələrində biz də tez bir zamanda, qısa bir müddətdə Xocalı promotion yarışını təşkil etdik və bu qısa bir müddətdə Azərbaycanda olan peşəkar idmançıları cəlb elədik yarışımıza və burada ilk öncə biz Peşəkar Boks Federasiyası ilə müqavilələrimizi bağladıq. Peşəkar Boks Federasiyasının birinci vitse-prezidenti Fərhad Azalov bilirsiniz ki, həm özü dünya çempionu boksda, həm peşəkar boksda böyük təcrübələr var və biz Xocalı promotion olaraq Peşəkar Boks Federasiyası ilə rəsmi müqavilə bağladıq və biz promotor şirkəti olaraq Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziyamızı əldə etdik. Və indiki turnirin iştirakçılarının seçimi necə aparıldı? Yəni peşəkar boks, Muay Thai, Kung Fu dediyimiz kimi burada 4 idman növü üzrə yarışlar keçirilir və onların iştirakçılarının seçim prinsipi necə idi? Yəni burada əsasən idmançının hazırlıq səviyyəsinə, reytinginə, yoxsa hər hansı bir başqa bir xüsusiyyətə üstünlük verilir? Biz Xocalı promotion şirkəti olaraq Azərbaycanda peşəkar yarışlar təşkil edirik və biz hal-hazırda Azərbaycanda 5 federasiya ilə çalışırıq. Həm Peşəkar Boks Federasiyası ilə, həm MMA Federasiyası ilə, həm Kung Fu Federasiyası ilə, həm Muay Thai və Kickboks Kabir Federasiyası üzrə Kickboks Federasiyası ilə çalışırıq və biz burada peşəkar yarışlar təşkil olunmasında Xocalı promotion şirkəti kimi fəaliyyət göstəririk və biz burada federasiyaların peşəkar idmançılarını öz yarışlarımıza dəvət edirik və burada onları görüş səviyyələrinin artırılması üçün və onların dünya arenalarına çıxması üçün köməklik göstəririk. Xocalı promotion idmançılarının seçimində təbii ki, federasiyalara müraciət edir və peşəkar klublara müraciət edir və peşəkar idmançılara müraciət edir. Hal-hazırda müraciətlər demək olar ki, çoxalıbdır. Pandemiya olsa da bilirsiniz ki, Azərbaycanda bizim həvəskar və peşəkar idmançılarımız stabil olaraq evdə öz şəraitlərinə uyğun olaraq məşqlərini saxlamayıblar, davam ediblər. Təbii ki, o yüksək göstəricilər əldə etmək olmasa da... Yəni burada bu məşqlərdə müəyyən məhdudiyyətlər olacaq, aydın məsələ. Çünki bu tam belə geniş idman salonu olmayacaq, bəzilərinin həyətində, bəzilərinin evində. Əlbəttə ki, o məşqdə olan tam şərait olmayacaq. Amma bununla belə əlbəttə idmançılar öz hazırlıq səviyyələrini saxlamaq üçün dediyiniz kimi bütün bunlara getməlidirlər. Bəli, ilk öncə biz Boks Federasiyası ilə biz razılaşdıq, müqavilələr bağladıq və burada bizim deməli 12 idmançımız çıxış edir peşəkar boksda, reyting döyüşlərində. Bilirsiniz ki, biz Xocalı promotion olaraq artıq 3-cü dəfədir ki, biz ölkəmizdə peşəkar boksun reyting döyüşlərini təşkil edirik. Biz ilk öncə Almaniyanın peşəkar boks federasiyası ilə müqavilələr bağlamışdıq. Bilirsiniz ki, Almaniyanın peşəkar boks federasiyasının vitse-prezidenti Artur Erikson keçən səfər bizim yarışımızda iştirak etdi və qeydlərini saldıq. Amma bu səfər artıq Azərbaycanda Peşəkar Boks Federasiyası yaranır. Artıq biz öz ölkəmizdə Peşəkar Boks Federasiyası müqavilələri bağlayıb Azərbaycan idmançılarını məhz burada keçirilən yarışlarda birbaşa boks reytinglərinə yerləşdirə bilirik. İnkişafı üçün cəhd edirik ki, Azərbaycanda da peşəkar boks müəyyən xallar qazandırır və onlar tədricən daha güclü, daha çox tanınan idmançılarla qarışmaq hüququ qazana bilərlər. Rüfət Hacıyev və Elvin İmamquluyev bir qədər əvvəl qeyd etdi, yəqin diqqət yetirirsiniz. Rüfət Hacıyev rəqibindən boyda geri qalır, amma bu amil onun döyüş üslubuna heç də mənfi təsir göstərmir. Çox yaxşı döyüş üslubu aparır.
Ümumiyyətlə bax bu baxımdan siz üstünlüyü hansı idmançı, yəni burada konkret Rüfət Hacıyev və Elvin İmamquluyevdən söhbət getmir. Ucaboy yaxud bəstəboy olmaq ki, döyüş yarışlarında, peşəkar boksda bunun hansı daha yaxşıdır? Təbii ki, güclü idmançı üçün hündürboy daha əhəmiyyətlidir ki, o artıq həm fizioloji baxımından, həm də ki, fiziki, texniki baxımından güclü olsa, əlbəttə ki, o rəqiblərinə daha yaxşı, daha rahat qalib gələ bilər. Amma buna baxmayaraq alçaq boy idmançılarımız da bilirsiniz ki, hündürboy idmançılarla döyüş üçün böyük təcrübə toplayırlar və onlara zərbələr yıxılmaq üçün bilirsiniz, evdən hündürdür. Amma peşəkar boksda, ümumiyyətlə peşəkar döyüşlərdə güclü zərbələr qeydə alınır. Buradan Emin İmamquluyevin vurduğu zərbələr təbii ki, çoxsu qeydə alınmır, amma Rüfət Hacıyevin vurduğu dəqiq zərbələr görürsünüz ki, artıq hakimlər tərəfindən yəqin ki, qeydə alınır. Bu peşəkar boksda əsasən güclü və dəqiq zərbələr qeydə alınır. Yəni burada hər zərbə dəyəndə başa ya və bədənə bunlar qeydə alınmır. Burada bir məqama yəqin ki, diqqət yetirmək olar. Əgər idmançı uca boylusa, rəqibini məsafədə saxlamağa elə bir çətinlik çəkmir. Yəni əlavə zərbələrə məruz qalmır. Ancaq bəstəboy idmançıları isə daim yaxın döyüşə üstünlük verməlidir. Çünki onlar rəqibinə hər hansı bir zərbəni endirmək üçün belə bir döyüş üslubunu seçməlidir. Və bu baxımdan indi Rüfət Hacıyevdə döyüş daha yaxşı alınır. Təbii ki, indi yəni biz peşəkar idmançılarının döyüşlərinə baxanda Kliskov məsələsinin döyüşündə Kliskovun boyu hündür olduğu üçün o həmişə rəqibini uzaq məsafədə saxlayırdı. Amma tanınmış dünya şöhrətli Mike Tyson'ın döyüşlərində bir görürük ki, onun boyu bəstəboy olduğu üçün daim yaxın döyüşdür. Burada da bir baxımdan elə bizim idmançılar həmin döyüşləri xatırladırlar. Onlar da öz təcrübələri istifadə edir. Burada Rüfət əlindən gələni edir ki, rəqibə yaxın məsafədə döyüşsün. 3-cü raund başa çatdı. Elvin İmamquliyev amma həmişə rəqibindən uzaq məsafədə xallarını rahat götürmək üçün uzaq məsafədə saxlayır. 3 raund keçib, amma hiss olunur ki, artıq idmançılar bu 3 raundda qüvvələrinin böyük əksəriyyətini sərf ediblər və tədricən yorulmağa başlayır. Və bu da əlbəttə bir qədər əvvəl də qeyd etdiyimiz kimi pandemiya dövründəki məcburi fasilənin, uzun fasilənin əlamətləri ola bilər. Çünki idmançılar dediyimiz kimi tam hazırlıqlı bir məşq keçməyiblər və ona görə də indi hər hansı bir turnirdə, hər hansı bir yarışda döyüşə çıxaraq var qüvvə ilə mübarizə aparmaq da onlar üçün o qədər asan deyil. Bununla belə siz raunddan fraqmentlərin təkrarında da görürsünüz ki, idmançılar həm Rüfət Hacıyev, həm də Elvin İmamquliyev bu baxımdan heç də bir-birlərindən geri qalmırlar və döyüşün tempini yüksək saxlamağa çalışırlar. Hakim idmançıları yenidən ringin mərkəzinə dəvət edir və bu maraqlı mübarizə indi davam etdirilməlidir. 4-cü raund başlanacaq. Qeyd edim ki, burada xalların hesablanması da hakimlər tərəfindən aparılır və bu görüşdə xalları 3 hakim hesablayır. Yəni onlardan hər hansı birinin rəyi ayrı-ayrılıqda nəzərə alınır. Əgər 3 hakimdən ikisi bir idmançıya üstünlük verirsə, bu artıq qələbə deməkdir. Ola bilər ki, 3-cü hakim üstünlüyü başqa bir idmançıya versin, amma bununla belə hər halda o məğlub sayılacaq. Təbii ki, burada 4-cü raund başlanır. Burada bəzən hakimlərin artıq bizim keçirdiyimiz peşəkar yarışlarda biz peşəkar hakimlərimiz yetişmək üzrədir. Bizim həvəskar yarışlarımızda olan təcrübəli hakimlərimiz çoxdur. Boks Federasiyasında və eləcə də beynəlxalq turnirlərdə iştirak edən hakimlərimiz çoxdur. Amma peşəkar boksda bizim hakimlərimiz artıq təcrübələrini toplayıblar. Burada da görürsünüz ki, bizim hakimlərimiz tanınmış simalardır, keçmiş boksçularımızdır və əməkdar hakimlərimizdir ki, burada peşəkar boks yarışlarının keçirilməsində böyük əmək sərf edirlər və öz təcrübələrini çoxaldırlar. Burada da eləcə də idmançılarımıza verilən xalların bəzən bir də görürsünüz ki, hansısa bir idmançı qələbə qazanır, amma axırıncı raundlarda görürsünüz ki,
üstünlüyü tamam hansısa bir idmançının özündə saxladığı o güc ehtiyatından istifadə edir və dəqiq zərbələrlə nakavtla qələbəni qazanır. Burada da hələ döyüş davam edir, bilmək olmaz. Elvin İmanquliyev də hal-hazırda görürsünüz ki, hücumundan əl çəkmir, o rəqibinə davamlı zərbələr endirir. Bilmək olmaz, yəni döyüşün axırına qədər, yəni hər hansı bir dəqiq zərbə döyüşün taleyini həll edə bilər. Bəli, Elvin İmamquliyev indi özü də Rüfət Hacıyevin təklif etdiyi döyüş üslubunu qəbul eləməyə başlayır. Gözləmək olardı ki, o axıra kimi rəqibini məsafədə saxlayır, elə məsafədə də uzaqdan dəqiq zərbələrlə rəqibinə təsir göstərməyə çalışacaq, amma Rüfət Hacıyev daim irəli getdiyindən Elvin İmamquliyev də məcburdur ki, döyüşü yaxın məsafədə aparsın. Amma belə bir üslubda döyüş hələ ki ona üstünlük qazandırmır. Bununla belə hər halda demək olmaz ki, o rəqibindən açıq-aşkar geri qalır. Ara sıra Rüfət Hacıyev hətta rəqibinin zərbələrindən çox məharətlə yayınır və bu da müdafiənin bir elementidir, yayınma elementi və tez-tez belə gördüyünüz kimi klinç vəziyyətləri də yaranır. İndi idmançılar yenidən istirahətə yollanırlar. 4-cü raund başa çatdı. Seçim baxımından bunlar 4 raunda nəzərdə tutulur bunların döyüşləri, 4 raundlıq döyüşlər. Çünki bunlar təcrübə reyting yığılmalıdırlar ki, bunlar artıq 5, 6, 7, 8 raundlı döyüşlər təşkil olsun, çıxış etsin. Bunlar təzə idmançılar olduğu üçün peşəkar yarışlarda bunlar artıq 4 raund döyüşürlər və 4 raundın nəticəsində bunların qalibləri seçiləcək. İndi hakimlərimizin rəylərini biz biləcəyik, elan olunacaq və burada hansı bir idmançının daha çox dəqiq zərbə yetirilməsi bəlli olacaq. Bəli, belə demək olar ki, edəcəklər və burada münsiflər heyətinin sədri də qalibi elan edəcək. Rüfət Hacıyev və Elvin İmamquliyev 91 kiloqram çəki dərəcəsi. Qeyd edib ki, ümumiyyətlə peşəkar boks turnirində 6 döyüş keçiriləcək. Bir qədər əvvəl də bu qeyd olundu. 12 idman, bir qədər sonra 57 kiloqram çəki dərəcəsində döyüşün iştirakçıları da ringə dəvət olunacaqlar. Beləliklə, Rüfət Hacıyev və Elvin İmamquliyev indi qalib elan edilir. İlk döyüşün qalibi Bakı Döyüş Klubu'nun temsilcisi Rüfət Hacıyev. Rüfət Hacıyev hakimlər Qələbə qazandı. arasında xalların nisbətinə gəlin diqqət yetirək. 39, 37, 40, 36 və yalnız bir hakim heç-heçə elan edib. 38, 38 beləliklə Rüfət Hacıyev xal hesabı ilə hakimlərin rəyi ilə qalib gəldi.